Hər vaxtınız xeyir Asan TV izləyiciləri. Könüllü sən verilişiyle yenidən efirdəyik. Sizinlə mən Şəbnəm Və mən Rəsul. Könüllü olmaq istəyirsiniz və bunun üçün hara və necə müraciət edəcəyinizi bilmirsinizsə, Rəsul buyur, söz səndədir. Deməli, 15-26 yaş aralığında gənclər Asan könüllüsü olmaq üçün müraciət edə bilərlər. Bizi sosial media platformalarımız vasitəsilə izləyə, eləcə də suallarınızı mesaj bölməsində qeyd edə bilərsiniz. Şəhər nömrəsi 444-7444-ə zəng edərək isə layihə ideyalarınızla bağlı təkliflərinizi bildirə bilərsiniz. Bir sözlə, könüllülük hərəkatına qoşularaq bizimlə birlikdə irəliyə doğru daha inamlı addımlayacaqsınız, əziz gənclər. Hər verilişdə könüllülüklə bağlı müxtəlif məsələlərə toxunuruq, müzakirələr aparırıq. Bu dəfə könüllülüyün ikinci mərhələsindən danışacağıq. Qonağımız isə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin könüllülərlə iş sektorunun əməkdaşı Müjgan Xudaverdiyevadır. Xoş gəlmisiniz Müjgan xanım. Necəsiz? Xoş gördük, yaxşıyam, çox sağ olun. Siz necəsiz? Təşəkkür edirik, biz də yaxşı olasınız. Müjgan xanım, bildiyimiz kimi Asan könülləri ilkin mərhələdə 2 ay müddətində fəaliyyət göstərirlər və könüllərimizin əksəriyyəti fəaliyyətlərini davam etdirmək istəyirlər. Növbəti mərhələ haqqında nələr deyə bilərsiniz? Deməli, siz vurğuladığınız kimi, könüllülük bizdə 2 mərhələdən ibarətdir. Birinci mərhələ 2 ay davam edir. İkinci mərhələ isə deməli, könüllülərə daha ixtisas yönümlü təcrübə vəd edir. Birinci mərhələdə biz əgər könüllülərimizin yumşaq bacarıqlarını inkişaf elətdiririksə, ikinci mərhələdə onların ixtisaslarına uyğun təcrübə tanıyırıq. Müjgan xanım, könüllülüyün ikinci mərhələsinin məqsədi nədən ibarətdir? Könüllülüyün ikinci mərhələsinin məqsədi ondan ibarətdir ki, könüllülərimizi iş mühitinə, real iş mühitinə hazırlamaq, onların bilik və bacarıqlarını təkmilləşdirərək işdə tətbiq etməyi öyrətmək, ixtisas yönümlü təcrübə onlara vəd edirik və onlar burada təcrübə qazanaraq real iş mühitinə, işgüzar mühitə öyrəşirlər. Könüllülüyün ikinci mərhələsinə necə və ümumiyyətlə neçə müddətdən bir qeydiyyat başlayır? Könüllülüyün ikinci mərhələsinin qeydiyyatı sosial şəbəkə üzərindən, bizim səhifələrimiz üzərindən aparılır ki, 3 aylıq müddətdir, 3 ay davam edir və 1 ay qeydiyyat linki davam edir, aktiv olur. Birinci mərhələni uğurla keçən könüllülər ikinci mərhələyə qeydiyyatdan keçib və müsahibəyə dəvət edilirlər. Könüllülüyün ikinci mərhələsinin istiqamətləri nələrdir? İkinci mərhələnin istiqamətləri 9 istiqamət mövcuddur. Bura insan resurslarının idarə edilməsi, hüquqşünaslıq, maliyyə, kargüzarlıq, ictimaiyyətlə əlaqələr, mühasibatlıq, hüquqşünaslıq, beynəlxalq əlaqələr kimi istiqamətlər aiddir. Yeri gəlmişkən, könüllülüyün ikinci mərhələsində fəaliyyət göstərən könüllülərimiz üçün təşkil olunan təlimlər, layihələr hansılardır? Bəli, xüsusi təlimlər keçirilir, tədbirlər keçirilir ki, bunu hətta şərait yaradılır ki, könüllünün özü deməli layihə irəli sürsün, təlimçilər dəvət etsin və ixtisas yönümlü təlimlər keçirilsin və daha öncə qeyd etdiyim kimi 9 istiqamət mövcuddur ki, bura xüsusi istiqamətlərə aid təlimçilər dəvət olunur və tədbirlər, təlimlər təşkil edilir. Müjgan xanım, sonda istərdim ki, könüllülüyün ikinci mərhələsini bitirən gənclərimizin ümumi sayı və uğurları haqqında məlumat verəsiniz. Bəli, könüllülüyün
ikinci mərhələsini bu günə kimi bitirən gənclər, yəni bu agentliyin aparatında, mərkəzlərdə və strukturuna daxil olmayan alt qurumlarda 5500-dən çox gənc fəaliyyətini bitirib, tamamlayıb və uğurları da desək, bu ümumiyyətlə könüllülük düşünürəm ki, artıq bir uğurdur və ikinci mərhələni də tamamlayan könüllülər olub ki, bizə çox sayılı bildiyiniz kimi müəssisələr, təşkilatlar, dövlət orqanları müraciət edirlər ki, biz öz könüllülərimizdən seçirik və yönləndiririk. Belə bir təcrübə də olub ki, çox olubdur ki, biz artıq bizdə şöbədə fəaliyyət göstərən gənclərimizi yönləndirmişik. Onlar müəssisələr bizdən kadr istəyəndə və gənclərimiz beləliklə işlə də təmin ediliblər. Təşəkkür edirik sizə, dəvətimizi qəbul edib gəldiniz. Əminəm könüllərimizi maraqlandıran mövzu ətrafında danışdıq. Mən təşəkkür edirəm, çox sağ olun. Sizə işlərinizdə uğurlar arzulayıram. Təşəkkürlər. Bax belə hörmətli izləyicilər, qonağımız Dövlət Agentliyinin könüllülərlə iş sektorunun əməkdaşı Müjgan Xudaverdiyeva idi. Könüllülüyün ikinci mərhələsi, yəni Master 2 proqramı haqqında danışdıq. Könüllü səhm verilişi davam edir. İndi isə keçid alırıq Asan könüllülərinin gördüyü işlər barədə qısa məlumat verməyə. Asan Könülləri Təşkilatı Avrasiya Qlobal 2024 Beynəlxalq Gənclər Forumunda təmsil olunub. Forumun əsas məqsədi iştirakçıların beynəlxalq münasibətlər və humanitar əməkdaşlıq sahəsində biliklərini təkmilləşdirmək, mədəniyyətlər arası dialoq sahəsində səriştələrini inkişaf etdirmək və onların təşəbbüslərinin layihələndirilməsi olub. Xalq artisti Rasim Balayev Asan könüllüləri ilə görüşüb. Görüş zamanı Rasim Balayev öz sənət yolu, Azərbaycan kino sənətindəki təcrübələri və yaradıcılığı barədə könüllülərlə səmimi və maraqlı söhbətlər etdi. Eyni zamanda o gənc nəsil üçün mədəni irsin qorunub saxlanılması və inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Bu istiqamətdə Rasim Balayev gənc könüllülərə kino və teatr sənəti incəlikləri barədə dəyərli tövsiyələr verib. İstərdim sonda Asan Məktub sosial proqramı haqqında məlumatı nəzərinizə çatdırım. Asan Məktub sosial proqramı çərçivəsində uşaqların öz istəklərinə uyğun olaraq müxtəlif hədiyyələr təqdim edilir. Siz də balaca qəlblərdə böyük sevinclər yaratmaq üçün asanməktub.az saytına daxil olaraq məktub öhdəliyə götürərək kiçik qəlblərdə böyük sevinclər yarada bilərsiniz. 15-26 yaş aralığında gənclər Asan könüllüsü olmaq üçün müraciət edə bilərlər. Bizi sosial media platformalarımız vasitəsilə izləyə, eləcə də suallarınızı mesaj bölməsində qeyd edə bilərsiniz. Şəhər nömrəsi 444 74 44-ə zəng edərək isə layihə ideyalarınızla bağlı təkliflərinizi bildirə bilərsiniz. Bir sözlə, könüllülük hərəkatına qoşularaq bizimlə birlikdə irəliyə doğru daha inamlı addımlayacaqsınız, əziz gənclər. Hörmətli Asan TV izləyiciləri, daha bir könüllü sən verilişinin sonuna gəldik. Hər həftə könüllü səni izlə. Sən də bu hərəkatın bir parçası ol. Hələlik!